aməliyyat dilidir. Gel bura, kvadratı 3 manatdan, 5 manat. Sen götürürsen bu qabilərini bağlayayım sənə, bu səni carıyor. Hə, qardaş, hələ bir sən birinci duranı boşa. Ondan sonra sən Valla başkasına baxamsınız, başınıza eləmişim. başqasına satsalar. Qalxım deyilənmirəm. Sözüm değişib fikir verin. Qalxım deyilənmirəm. Sadəcə olana reallığı deyirəm. Siz də bunu qəbul eləmək istəmişsiniz. Hamımız bilir ki, buranı mən eləmişəm. Öz pulumla eləməmişəm. Öz canımla eləmişəm. Kimisə puluyla eləmişəm. Mənim üçün eləmişəm. Kəndlərinin pulun qatırım basalya qaytarım. Yox, indi istəyirəm. İndi bir dəqiqə, o kəndləri burada bir belə bax, pulu alırdınız, verdiniz eşitvat. Deyirdim, ay qardaş, pul mənim. Bunun caziyəsini kimdən almışsın? Dedim onu sağ söz. O pul verən adam dedim. Hə, dedik. Sən nə dedin? O cavabını da verən verdi. Sən nə dedin? Doğru verən verdi. Yox, verən, o da verəmirsə sən burada neymişsən? O verən verdi, verənə də başqası vermişdi. O da elə verdi. Öndə hər şey açıq demək. Düdü açıq demək yəni, elə şeylər var ki, bu adam indi gəlib səbat salat yazır, rafər. Qardaş, məndən də belə pul aldı. Niyə gedir? Bunu başa düşdük. Sənədimiz var, bunu təmir eləmirsən, əla. Mənim pulumu başa divara niyə xərcləsin? Burada şərait yaratdan da Hayır, onu səbəbinə dayanacaq, masanın dayanacaq ay kişi, pul verən mənəm. Masanın dayanacağı yoxdur. Aparıb damadın Masanın dayanacağında obyekt tikirlər, qanunsuz obyekt tikirlər. Masanda dayanacaq yoxdur. Şəhər sərhəti bələdiyyə niyə ona məktub yazılır? O deyək, Respublika Bankın böyrü başı dayanacaq idi də. O da zam tikirlər orada. Bəli, dayanacaq idi orada. Dünənə qədər ben dayanacaq. Gəlin də pisiyanlar da dayanacaq. Bəli. Bəli, o da bir dəqiqə tikirlər. Yolun üstündə çıxarıb 5 metrə elində fişədən çıxardım onları. Şəhər sərhəti niyə ona məktub yazılır?